Kimin diz oynaqlarında artroz varsa diqqətlə dinləsin. Demək, götürürsünüz 2 kiloqram qoyun quyruğu alırsınız. 1 kiloqram da çilədağı. Çilədağı da ki, qara belə bir şeydir, turpa oxşayır. Ondan da 1 kiloqram alın. Demək, ondan götürürsünüz, məsələn, qoyun quyruğundan götürürsünüz 100 qram, çiledağından 50 qram. Qəşəng onu ət maşından keçirirsiniz. Sonra bir-birinə qarışdırırsınız, xəmir kimi yoğurursunuz. Bax, o diz oynaqlarının üzərinə qoyursunuz. Ondan belə xəmir kimi yayırsınız, qoyursunuz sonra. Yaxşı olar ki, onu 2 gün, 3 gün saxlayın. Əgər ciddi qaşınma vermirsə, 2-3 gün qalsın. Yenə də 2-3 gündən sonra götürün, atın onu. 2-3 gün məsafə buraxın. Yenə həmən qaydada 100 qram götürün, 50 qram da çilədağı. Düzəldin, qoyun. O çox gözəl fayda verəcək oynaqlara. Allahın izni ilə. Belə, Allah şifa versin bütün xəstələrə. Bir də ki, D vitamini yoxlatdırın. Əgər D vitamini azdırsa, D vitamini də oynaqlara təsir edir. D vitamini qaldırın. Səhifəmdə var D vitamini necə qaldırmaq olar inşallah.